Qara rəng bizim fərhəngimizdə yaz və əsirlik mənasındadır və ağ rəng azadlıq və mübarizə mənasındadır. Düzdür, bizim haqqımızda çox cinayətlər olunubdur və biz əlan əsir köşkündə yaşayıq və yaslı yox. Ancaq yas tutmaqla, qara rənglə bizə dərman çıxmaz. Biz dərmanımızı mübaliğə axtarmalıyıq və dərmanımız milli hərəkətimizdir. Yolumuz aydındır, Babəkin yoludur. İstəyəm burada sözlərimi bir dənə şeirdən yana verəm. Hay eşitmiş qulağım, el harayın mən tanıram, hayına hay verərəm, mən bu elin tərlanıyam. Ulu Babək nəvəsi, səttaram, ellə, eşidin, elimə zülmətini kim ola, düşmən sanıram. Azərbaycan dərdi 100 illikdir. 100 ildə Azərbaycan Fars mücadiləsinin təbliğ və ögey doğma olduğuna yanır. 100 ildə Azərbaycan əleyhinə Fars istemarının siyasəti başlanır. Bağlıyət budur ki, Fars bizim qardaşımız deyir. Yəni, çirkin siyasətlər və təbliğlər və xiyanət və cinayətləri ilə bizim haqqımızda və bizim qanımızı sormaq üçün bu sözü sabit edir. Fars mücadiləsini istəyi Azərbaycanı özünə müstəmdə eləsin və təqribən müvəffəq olur. Amma Fars qardaşlığından bir nümunə deyil. 21 Azər hərəkətində 1325-ci ildəki Demokrat firqəsi yıxıldı. Demokrat firqəsi yıxılandan sonra 25.000 şəhid, 70.000 pənahəndə və 500.000 nəfər təbliğ, zindani ya avara oldu. Ərdəbdə xəridarlar 3 dəfə dara asıldı. Sarı İsmaillər daşla dikəlcə olundu və Fars qardaşımız şəhərə girəndə qabağına Ərdəbilli bir Azərbaycanlı, bir insan kəsildi heyvan yerinə. Ay qardaşım, ay 100 il odda yanan, ay məzlum millət, bu günləri İran bəbəyi İranyan fəqət şuardır. Bu gün İslam və Quran və məzhəb Fars mücadiləsinin əlində əbzardır. İslami niqabın altından Fars mücadiləsinin xiyanət xəncəri çıxır. Quran bugün Fars mücadiləsinin haqqa və xiyanətinin neyzəsinin başındadır. Əli və Əlinin ədaləti və Əlinin şiəsinin ədaləti bu fikrində həmin Farsın mücadiləsini, təbliği və Farsın ağalığıdır. Ay Əli şiəsi, Əli deyir, zarına baş əymə və heç kəsə zor demə. Ay Fars mücadiləsini adı qoysan Əli şiəsi, aya Əlinin yolunca gedəysən, utanın, nə qədər minnətə qalacaqsan. Ay qardaşım, Azərbaycanın yarasından qan axır. Azərbaycan niyə İranın bu həqiqi sahibi niyə dağdaqala və fəqət xətər və cəhil zamanı yada düşər və fəqət Türkün və Azərbaycanın gücü İran xətərə düşəndə işlənə. Niyə Azərbaycan fəqət xətər zamanı yada düşər və kef zamanı, sağ zəndəki zamanı birdən-birə yaddan çıxır. Azərbaycan haqlarından danışanın zamanda İrana xətər və təziyyət tələbiş və pan-türküz sadir. Amma ay məzlum qardaş, Fars mücadiləsini haqq verən deyil, haqqını gərək özün alasan və özün gərək öz fikirə qalasan. Niyə ki, o millət ki, özündən difa eləməyə çalışmasa və özündən difa eləməsə, o millət ölməlidir və yaşamağa haqqı yoxdur. Səni özündən sonra heç kim nicat verməyəcək. Nə meydiqdən gələcəklər səni nicat verməyə, nə də arzəndə. Sən gərək özün haqqı olasan və səndən sonra heç kim sənin haqqı almayacaq. Vəssalam, səni fəqət sən nicat verə bilərsən. Amma sən heç özündən soruşubsan, sənin bədbəxtliyinin illətləri nədir? İcazə verin mən deyim. 1. Bizim birlik, yəni vəhdət və itaadımız yoxdur. 2. Bir yava və pis milyarlarımız var və o bu ki, özgüyə fədə olur, özümüzə yox. Və milli qururumuz və özümüzə etimadımız yoxumuzdur və özümüzü və öz gücümüzü tanımıyor və özgələrə etimad edir və boşuna intizarımız var ki, Fars mücadiləsini
bizim haqqımızı verəcək. Haqq verilməz qardaş, haqq alınır və haqqı almaq üçün Azərbaycanın milli hərəkəti yaranır. Bəli, Azərbaycanın milli hərəkəti Məşrutə xahi, yəni milli sərdar Səttarxan və milli sağlar Babırxan hərəkətinin və Şeyx Məhəmməd Xiyabani və Azərbaycan dövlətinin Heydərxan Əmoğlu, Xanpesyan, 21 Azər hərəkatı, yəni Azərbaycanın Milli Demokratik Xodmuxtar Cumhuriyyəti və Seyid Cəfər Pişəvərinin Ayətullah Şəriət Mədari və Təbrizin 29 Bəhmən hərəkatının təbii idaməsidir və hər zaman təzə şəraitdən, təzə qalib və təzə şəkildə həyatına idamə verib və ta Azərbaycan milləti tapdalanmış haqlarına çatmayıncaq bu milli hərəkətin idaməsi də olacaqdır. Cəngdən sonraki millətin fikri cəngdən rahatlaşmışdı və Fars Nicat-pərəstinin çirkin siyasətləri ki, cəng məsələsinə görə gizli qalmışdı, cəngdən sonra üzə çıxdı və təbizlər aşkar oldu və Nicat-pərəstin zülmləri bais oldu ki, milli hərəkətimiz ki, cəngə görə və İranın birliyinə görə dayanmışdı, təzədən yolun başlayaq və zorun qabağında dayanaq. Bu gün milli hərəkətimiz Azərbaycan millətinin tapdalanmış haqların almaq üçün yaranıb və milli mənfəətimiz onda əsasdır və yolumuz mədəni və demokratik və bəşər haqları və Azərbaycanın insani haqları əsasındadır. Azərbaycanın milli hərəkəti təzyiyə tələb deyil və biz bunu müasir tariximizdə dəfələrlə göstərmişik. Bəlkə təzyiyə tələb Fars Nicat-pərəstidir ki, zülmlər və təbizlər və ədalətsizlikləri ilə məmləkəti süquta tərəf çəkir. Biz Azərbaycan milləti fəqət öz ayaqlanmış milli haqlarımızı istəyirik və gərək özümüzdən tüfə edək. Amma Azərbaycan xahiş olmayacaq və zülmün və namərdiliyin və nicat-pərəstin zəncirlərini qıracaq. Niyə ki, bir Əlmanço, Yəqqa, Mərqov və Rayaqqa Mərqov məmləkət küşdən qalar, zülmdən qalmaz. 2. Biz Türk, Azərbaycan milləti Allahın qoşunuq və Allah bizə məsuliyyət verib zülmün evini yıxaq və zülmə qalm usturaq. Azərbaycan igidləri daha hesabdan qorxmayın. Nə ölümdən ki, qızıl ölüm, yəni şəhadətdir vətən yolunda atamız Babək kimi. Nə zindandan ki, minlərcə səfərxanı qəhrəmaniyən varımız ki, hazirdir 32 il tarixin zindanlarında qalsın. Hər halda biz Azərbaycan milləti İranlı olduğumuzu tarixin hər səfəsində sabit eləmişik. İndi növbə İrana çatır ki, sabit eləyək, biz Azərbaycanlıları İranlı adına rəsmiyyətə tanıyıq və İranlı kimi qəbul edirik. Amma yenə də azalmasın. Azərbaycan millətinin səadət və xoşbəxtliyi bundadır ki, Azərbaycan milləti özünə gələn və özünü yaxşı tanıyan və fəqət özünə inanan və özünə təkir edən və etimad verərsdən çalışan və öz içində birlik və vəhdət və itihad yaradan və yalan və saxtaki düşmənlikləri ki, Fars Nicat-pərəsti Azərbaycan millətinin vəhdətin sındırmasını düzəldib, öz aralarından götürə və tapdalanmış haqların almaq üçün mübarizə edən hər halda biz də insanıq və insan kimi yaşamaq bizim də haqqımızdır. Gəlin, Azərbaycan milləti, bir də düşmanımızdan dost durmayaq. Gəlin, özümüzdən dost olaq və özümüzə sahib çıxaq.